Ümumiyyətlə asiliklər insanı həlak edir. Yəni asiliklərin kiçikinə, böyüyünə baxmayasan, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizi kiçik günahlardan və yaxud günahları kiçik görməkdən çəkindirirəm. Çünki onlar insanın üzərində o qədər toplanar ki, hətta insanı həlak edir. Kiçikdir deyib eləyirsən, balaca günahdır, kiçik günahdır deyib eləyirsən, o qədər toplanar ki, insanı həlak edir. İbn-i Qayyim rahimehullah Fəvaid kitabında günahların aqibəti barəsində danışır. Buyurur ki, günahlar insanı müvəffəqiyyətin azlığına aparır, pis fikirlərə aparır, haqqı gizlətməyə aparır, qəlbin fəsad olmasına aparır, Allahı zikirdən uzaqlaşmağa aparır, vaxt itkisinə aparır, insanlardan uzaqlaşmağa aparır. İnsanın özü ilə Rəbbi arasında olan tənhalığa aparır, qəribliyə aparır. Duanın qəbul olmamasına aparır, qəlbin bərklənməsinə, sərtlənməsinə aparır. Eləcə də ömrün və ruzinin bərəkətinin getməsinə aparır. Eləcə də elmdən məhrum olmağa aparır. Zəlillik libası geyinməyə aparır. Düşmənə qarşı yumuşaqlığa aparır. Köksün daralmasına aparır. İnsanın vaxtını aparan, qəlbinə fəsad verən pis dostlarla tanış olmağa aparır. Uzun-uzadı qəm-qüssəyə aparır. Sıxıntılı həyata aparır. Halının sıxılmasına aparır. Allahın zikrindən qafilliyə aparır. Su bitkini cücərtdiyi kimi asiliklər də bir-birini cücərtməyə, yeni bir asilik doğmağa aparır. Eləcə də insanı cəhənnəm oduna aparır.